Salam, hər vaxtınız xeyir olsun. Bu günləri funksiyadan danışacağıq. Proqram sadə əməliyyatları yerinə yetirən ayrıca alt proqramlara bölünür. Alt proqramlar adətən iki kateqoriyaya bölünürlər. Prosedur və funksiyalara bölünürlər. Prosedur sadəcə hər hansı operatorlar ardıcıllığını yerinə yetirir. Yəni, hər hansı bizə konkret operatorlar verir, onu ard-arda yerinə yetirir. Funksiya isə müəyyən qiyməti hesablayır və həmin qiyməti onu çağıran proqrama, yəni alt proqrama qaytarır. Bəzi proqramlaşdırma dillərində, məsəl üçün Python dilində alt proqramlar prosedur və funksiyalara bölünür. Onların hamısına funksiya kimi baxılır. Məsələn, belə dillərdə prosedur heç bir qiymət qaytarmayan funksiyadır. Yəni, əslində prosedur da funksiyadır, amma prosedur qiymət qaytarmır. Hər bir funksiyanın adı olur. Məsələn, hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalıdır. Yəni, funksiya çağırılmalıdır. Funksiyanı proqramın istənilən yerindən çağırmaq olar. Python dilində müxtəlif hallar üçün çoxlu sayda məsələn funksiyalar var. Məsələn, ABS də funksiyadır bu baxımdan. Sonra intin özünü funksiya gözündə görə bilirik. Input funksiyadır. Sonra printin özü də funksiyadır və s. Bunlar Python dilinə daxil olan standart funksiyalardır. Yəni, bunların hamısına standart funksiya deyirik. Bir də var ki, Python dilində yeni funksiyalar yazırıq. Yəni, biz özümüz funksiya yazırıq, yaradırıq da. Hər hansı bir istifadəçi funksiya yazır, yaradır. Bu zaman def açar sözündən istifadə olunur. Əgər funksiya biz funksiya qururuqsa, mütləq bu funksiya def açar sözü ilə başlamalıdır. Deməli, məsələn, buradan yazıram def f açılıb bağlanan mötərizə. Funksiyanın sintaksisi belədir, bu cür yazılır. Def açar sözünün sintaksisi. Buradan yazırıq, deməli, print, defin altı boş qalmalıdır həmişə. Buradan yazırıq print, məsəl üçün yazırıq hello. Deməli, def açar sözündən sonra funksiyanın adı qeyd olunur. Funksiyanın adı dəyişənin adı kimidir. Məsələn, funksiyanın adı, bax bu f, məsələn, burada f yazmışam. Dəyişənin adı kimidir. Bura nə istəsək yaza bilərik. Bura funksiya sözünün özünü də yaza bilərik. Məsələn, yaza bilərik def funksiya. Məsələn, yaza bilərik def x və s. Yəni, istədiyimizi bu hissəyə yaza bilərik. Deməli, funksiyanın parametrləri hər iki mötərizənin içərisində yazılır. Yəni, funksiyanın parametrləri gördüyünüz kimi burada mötərizənin içində yazmışıq. İki mötərizənin içərisində yazılır. Funksiyanın parametrlərinin sayında məhdudiyyət yoxdur. Nə qədər istəsək, yəni funksiya parametrlərinə yaza bilərik ədədlər. Məsələn, printin içində istənilən qədər yaza bilərik. Funksiyanın burada içində parametr istədiyimiz kimi yaza bilərik. Məsələn, f-in içində x, y, z yaza bilərik və s. Sonra, deməli, baxırıq. Əgər funksiyada return sözü yoxdursa, bu zaman print varsa, bu olur prosedur. Əsasən biz misallarda, tapşırıqlarda, bəzilərində return açar sözünə belə deyək, rast gələcəyik, bəzilərində isə bunu görməyəcəyik. Deməli, hansında return sözünü görürüksə, açar sözünü görürüksə, bu deməkdir ki, bu funksiyadır. Hansında return yox, yalnızca print görürüksə, bu olur yalnızca prosedur. İndi bir dənə burada belə bir şey yazım. Yazıram məsəl üçün buradan
def yazdım. Yazıram f. Məsələn, bura bir dənə yazım s. Yazıram burada print s. Sonra burada yazıram f yazıram. Salam. Məsəl üçün yazaq. Bir dənə də yazıram f. Xudahafiz. Deməli uşaqlar, burada gördüyümüz bax buradakı bu parametr s olur formal parametr. Burada gördüyümüz bax bu iki dənə belə deyək də parametrlər isə olur faktiki parametrlər. Deməli, funksiyanın adından sonra, funksiyanın adı budur da, def f s. Adından sonra olan parametrlər olur formal parametrlər. Bax, bundan sonra olan parametrlər olur formal parametrlər. Hesablama zamanı hər zaman formal parametrlər faktiki parametrlərlə əvəz olunur. Yəni, biz burada aşağıdan həmişə başlayırıq işləməyə. Aşağıda hansı parametrləri görürüksə, o parametrlər funksiyanın gedişatı zamanı gəlir yuxarı ilə əvəzlənir. Deməli, yəni burada salam və xudahafiz sözləri gəlir bu tapşırıqda, bu funksiyada s deməli parametrinə, dəyişəninə, daha doğrusu mənimsədilir. Deməli, faktiki parametr alt proqrama müraciət edən zaman istifadə edilən parametrlərdir. Faktiki parametrlər, yəni alt proqrama bura müraciət olunanda bunlardan istifadə olunur. Formal parametrlər isə alt proqramın təsviri zamanı istifadə edilən parametrlərdir. Yəni də alt proqramı bunu təsvir edəndə formal parametrlərdən istifadə olunur. Misalın gedişatı zamanı isə faktiki parametrlərdən istifadə olunur. İndi burada misallara baxaq. Deməli, burada nə görürük? Burada görürük def funksiyası verilib, m bərabərdir x verilib, print m və k bərabərdir funksiya 60 verilib. Deməli, burada bu x gördüyümüz bu x necə parametr adlanır? Formal parametr adlanır. Buradakı isə, bu hissə isə deməli, faktiki parametrlər adlanır. Yəni, x-ə mənimsədilən, burada x olmalıdır. X bərabərdir funksiya 60. Burada deməli, faktiki parametrlər adlanmış olur. Bu misalda, bax, bu gördüyümüz bu funksiyada burada bayaq dediyimiz kimi return yoxdur. Return olmadığına görə buna biz prosedur deyirik. Yəni, funksiya deyil, prosedurdur. Yerinə yetirilir, icra olunur. Lakin qiymət qaytarılmır. Printdə çap olunur 60 qiyməti, amma deməli, qiymət qaytarmır. Burada funksiyamız bizə 60'ı çıxartmış olacaq. Burada isə, baxın, return sözünü görürük. Yəni, misalın gedişatı zamanı, bu x 60 gəlir bura, x-in yerinə. M də bərabərdir x olur. Yəni, x-in qiyməti də 60 olduğu üçün 60 olur. Bu print m nə deməkdir? M-in qiyməti 60'dır. Bu 60'ı çap eləyir. Həmçinidən bizə 60'ı qaytarmış olur. Həm qaytarır, həm də 60'ı çap eləmiş olur. Baxaq növbəti misala.
Görək nə edirik burada. Gördüyümüz kimi bu funksiyada 2 dənə dəyişən var. 2 dəyişən var. X, Y və burada aşağıda X-ə də, Y-ə də qiymət verilir. Və burada da bizim 2 dənə bunlar olur faktiki parametrlər. Faktiki parametrlər olur. Bu A da faktiki parametrdir hətta. Buradakılar isə bu X ilə Y isə formal parametrlərdir. Misalın gedişatı zamanı faktiki parametrlər formal parametrlərlə əvəz olunur. İndi burada gəlirik, bax bunu hesablayıb A-nı tapa bilmək üçün f(x, y)-in yerinə bu qiyməti yazırıq. F, x-imiz 2-dir, y-imiz 4-dür. İndi bunu bizə deyir ki, print A-nı çap elə. Bunu biz A-ya almışıq. Bunu tapa bilmək üçün gətiririk bu qiyməti yerinə burada qoyuruq hesablamağa. F2, 4-ü hesablamalıyıq. F2, 4 bərabərdir. Buradan gəldi x bərabərdir x plus 4. 2x-in yerində dayanır. 4 də y-in yerində dayanır. 2 plus 4 yazırıq. Bu bizə verir 6-nı. Y də bərabərdir. Y-imiz də 4 olduğu üçün 4 plus 6 yazırıq. Yəni buradan. Bu da bizə verir 10-u. Sonra aşağıda returnlə rastlaşırıq. Return bizə deyir x plus y elə. X-in qiyməti dəyişdi 6 oldu. Y-in qiyməti dəyişdi 10 oldu. Yəni 10-un da üstünə, daha doğrusu 6-nın da üstünə 10-u gəlirik, eləyir 16. 16-nı biz nəyə aldıq? F2, 4-ə aldıq. Gətirib bunu yazırıq yerinə. Və həmin 16-nı da bizə return elədiyinə görə, qaytardığına görə gətirib 16-nı da buraya yazmış oluruq. Və həmçinin bu 16-nı biz nəyə aldıq, nəyə tapdıq? A-ya tapdıq. Ona görə print A deyəndə elə 16-nı çap etmiş oluruq. Keçək növbəti misala. Burada baxaq görək, burada nə edirik? Deməli, burada yenə də x, y veribdir. Amma burada misalın gedişatında bir balaca fərqlilik var. Burada başlayaq bunu yazmağa. F, y-imiz 2-dir. Yenə də f yazırıq burada. X verilib burada. Bu dəfə x, burada da y-in yerinə də 3 yazırıq. X-in yerinə də 3 yazırıq. Deməli, biz bu misalı həll edə bilmək üçün birinci bu f3'ü tapmalıyıq. Ondan sonra gətirib burada yerinə qoyub, sonra digər qiymətə baxmalıyıq. Gətiririk burada f(x, y) verib bizə. F(x, y)-in yerinə f3, 3 yazırıq. Bərabərdir. Düşürük aşağı, x bərabərdir. X-in yerinə 3'ü yazdıq. 3 plus 4 yazdıq. Bərabərdir bizə verdi 7-ni. Y də bərabərdir y plus 6. Y-imiz də 3 olduğu üçün 3 plus 6 yazırıq. Bu da bizə verir 9'u. Aşağıda returnlə rastlaşırıq. Return x plus y deyir. 7 plus da 9 bizə verir 16'nı. Yəni 16'nı bizə return elədi, qaytardı. Həmin 16'nı qaytarırıq bura. Deməli, biz bu 16'nı nəyə tapdıq? F3, 3'ə tapdıq. Ona görə də bax, burada F3'ün 3'ün yerinə 16 yazırıq. Yəni, bax, bura, bu hissəyə 16'nı aldıq. Deməli, bu misalı hesablaya bilmək üçün biz həlim işimiz burada bitmir. F2, 16'nı hesaplamalıyıq bir də. İndi gələk burada F2, 16'nı hesablayaq. Aha, gəldik x bərabərdir. X plus 4 olduğu üçün burada x-in qiyməti 2'dir. 2 plus 4 bizə verir 6'nı. Y də bərabərdir y plus 6. 16'nın da üstünə 6 gəlirik. Bizə verir 22'ni. Return x plus y olduğuna görə, yəni burada da 6'nın üstünə də 22'ni gəlirik. Eləyir 28. Yəni return bizə burada F2, 16'ya 28 qaytarmış olur. Gəlib burada da F2, 16'ya biz 28 yazırıq. Bunu biz nəyə tapdıq? A-ya tapdıq. A-ya 28 tapmış olduq. Aşağıda da print A dediyi üçün elə bizə 28'i qaytarmış oldu.
Gələk indi 5-ə baxaq. Burada nə görürük? Burada yuxarıdakı misalla demək olar ki, eynidir. Lakin burada bundan fərqli olaraq burada return sözü var gördüyümüz kimi. Yəni return operatoru var. Bizə qiymət qaytarır. Burada isə return yoxdur. Birbaşa print verir. Yəni bunu hesablayacaq, burada print eləyəcək. Lakin bunu funksiya olaraq bizə bura geri qaytarmayacaq. Bunu belə olduğu halda isə xəta baş verəcək. Yəni printlə müraciət etdikdə xəta verir. Qiymət qaytara bilmir funksiyaya. İndi 6-cı misala baxaq. Bu misalda nə görürük? Bax, burada 2 dənə def açar sözünü görürük. Burada da var, burada da var. Bu zaman misalın gedişatı zamanı gedişat dəyişə bilər. Yəni hansına harda müraciət eləyəcəyik, nə vaxt rastımıza çıxır, o vaxtda ona müraciət eləməliyik. Görək misalda aşağıdan demişik, defdə aşağıdan başlayırıq yuxarıya doğru. Yəni faktiki parametrdən formal parametrə keçirik. Görürük burada bizə veribdir h bərabərdir gxy. Bərabər qoyuruq buradan. Yazırıq ki, x-in qiyməti 2, y-in qiyməti olur 3. İndi mən burada bu misalı, bu funksiyanı hesablaya bilmək üçün yuxarıda axtarmalıyam ki, görüm 2, 3 harda yerləşir, g2, 3. Baxıram ki, g buradadır, hələ bura müraciət eləmirəm, gəlirəm bura. Burada g, x-in yerinə 2 yazıram, y-in yerinə 3 yazıram. Bərabərdir. Bunu hesablaya bilmək üçün x bərabərdir f, x. X-in yerində 2 dayandığı üçün 2-ni yazıram. Bərabərdir. Demək, mən burada dayanıram. Çünki bunu hesablaya bilmək üçün f2-ni hesablamalıyam mən. Yuxarıda da görürəm ki, f2 yuxarıda dayanıb. Gəlirəm bura, f2 yazıram. f2 bərabərdir. Düşdüm aşağı. X bərabərdir. X vuraq ki, x-in yerində 2 dayandığı üçün 2-ni 2-yə vururam, eləyir 4. Aşağıda isə y bərabərdir. Yenə x vuraq ki, görürəm. Lakin burada bir məsələ var. Biz demişik ki, dəyişənə təzə qiymət mənimsədəndə öz köhnə qiymətini unudur. Ona görə də, yəni buradakı x-in 2 qiymətini unudur. Artıq x-ə təzə qiymət alıb burada 4. Ona görə də bu x-in yerinə 4 vuraq 2 yazırıq. 4 vuraq 2 yazdıq, bu bizə qaytardı 8-i. Sonra aşağıda return görürük yenə, x plus y görürük. X-imiz 4 oldu, y-imiz 8 oldu, bu bizə verdi 12-ni. Deməli, biz f2-yə 12 tapdıq, bizə 12-ni qaytardı. Gətirirəm həmin 12-ni, burada da yerinə yazıram. Sonra y bərabərdir, yenə də deyir, get fx-i hesabla. İndi bu zaman f-in x-i aldığı sonuncu qiymət 12-dir. Bu 12-ni götürürük. Bu 12-ni götürürük, qalxıb yuxarıda yenidən hesablamalıyıq. İndi qələmin rəngini dəyişim. Bəlkə elə yaşıl götürüm. Baxaq. İndi gəlib burada nəyi hesablamalıyıq dedik? F12-ni. F12 yazdım burada. F12 yazdım. Bərabərdir. Yenə də x bərabərdir, x vuraq 2, x bərabərdir, x-imiz 12-dir, 12-ni 2-yə vururuq, eləyir 24. Sonra y bərabərdir, x-in qiyməti dəyişib burada 24 olduğu üçün, 24-ü də 2-yə vururuq, bizə qaytarır 48-i. Burada return olduğuna görə x plus y görürük, x plus y görürük. Yəni x plus y-də 24 plus 48, bu da bizə qaytarır 72-ni. Bəs biz 72-ni nəyə aldıq? 72-ni biz aldıq F12-yə, 72 aldıq. Sonra aşağıda nə görürük? Return görürük, return x plus y görürük. Deməli, x-imiz burada 12 idi, y-imiz də 72 idi. 12-nin üstünə, yəni bax burada x-imiz 12 oldu, y-imiz 72 oldu. 12-nin üstünə də 72-ni gəlirik. Bu bizə qaytardı 84-ü. Bəs biz 84-ü nəyə axtarırdıq? G2, 3-ə 84 aldıq.
G2 3-ə 84 aldıq. Deməli G2 3-ün qiymətini də burada yerinə yazırıq 84. 84-ü isə nəyə aldıq? H-a aldıq. Bizdən də istəyir ki, print elə H-ı. H da elə 84 olmuş oldu. İndi buna baxaq. Burada deməli misalın gedişatından görürük ki, f-i kənara qoysaq, görərik ki, elə burada rekursiyadan və yaxud da faktorial deyək, oxşar bir misaldır. Deməli, biz bu misalı hesablaya bilmək üçün faktiki qiymət n bərabərdir 5-i formal qiymətlərlə əvəz etməliyik. Və axırda da bizə deyir ki, L bərabərdir fan M, print elə də L-i istəyir bizdən. Ona görə bu M-in bu qiymətini gətiririk. Bax, burada F yerinə fun sözü yazılır. Bunun heç bir mənası yoxdur, yuxarıda qeyd elədiyim kimi. Yəni, funksiyanın dəyişən adı kimidir də. Yəni, bura istədiyimiz dəyişən yaza bilərik. Fan 5 yazdım. Qalxıb bunu hesablamalıyıq. Hesablamaq üçün gəlirik burada. Mən qısaca F yazacağam ki, vaxtımız getməsin. F5 yazdım. F5-i hesablamalıyam. Düşürəm aşağıda bu 5-i mən nəyin yerinə yazdım? A-nın yerinə. A-nın yerinə burada 5-i qoysam, deyirik 5 kiçikdirmi 3-dən? Şərt qoyur burada bizə. 5 kiçikdirmi 3-dən? Xeyr. Xeyr olduğu üçün else qoluna gəlir. Onda deyir ki, S bərabərdir. A vuraq. Yəni 5 vuraq. F A çıxaq 1. 5-dən də 1 çıxırıq 4. Yəni deyir ki, gedib bunu tapmalısan. F4-ü tapmalısan. İndi mən F4-ü tapa bilmək üçün yazıram burada. F4 bərabərdir. F4 yazdım. 4 kiçikdirmi 3-dən? Xeyr olduğuna görə yenə də gəlirəm aşağıdan. S bərabərdir. 4 vuraq. F 4-dən 1 çıxırıq 3 eləyir. F3-ü. Deyir ki, gedib bunu hesablamalısan. Axı, mən baxıram, burada mən 4-ü F3-ə vura bilmirəm. F3-ün mənə qiyməti məlum olmalıdır ki, mən bunu buna vura bilim. Ona görə gedirəm təzədən buradan F3-ü hesablamaq istəyirəm. F3 bərabərdir. Nə yazıram burada? 3 qoydum yerinə. 3-dən kiçikdirmi? S qoluna düşdü yenə. Burada yenə də S bərabərdir yazıram. Deməli, 3 vuraq. F. 3-dən 1-i çıxdıq. F2 bərabərdir. Deməli, bunu hesablaya bilmək üçün mən F2-ni tapmalıyam. Gəlirəm, burada qoyuram F2. 2 kiçikdirmi 3-dən hə deyirik. Onda S bərabərdir 2 olmuş olur. Yəni, F-in ikinci qiymətində S2 alır. 2 aldığına görə artıq mən neynirəm? Yuxarı qalxaraq F2-də S2 olur. Yəni, bax, bunun da qiyməti 2 olmuş olur da, belə deyək. Gəlirəm, burada harada 2 görürəmsə, onun yerinə F2-nin yerinə 2 yazıram. Rəngini dəyişək. Burada, deməli, yazıram 3 vuraq, F2-yə 2 aldıq. 3 vuraq 2 yazıram, bərabərdir. Bu mənə qaytardı 6-nı. Bəs mən 6-nı nəyə aldım? 6-nı mən aldım buradan F3-ə. F3-ə 6 aldım. İndi gəlirəm, burada F3-ün yerinə 6 yazıram. Burada 4 vuraq 6 bərabərdir, bizə qaytarır 24-ü. Bəs mən 24-ü nəyə aldım? 24-ü mən aldım F4-ə. F4-ə 24 yazdım. Gəlib burada da 24-ü yazırıq. 24-ü. 5 vuraq 24. Bu da bizə verir 120-ni. Bəs 120-ni mən nəyə aldım? 120-ni. F5-ə aldım. Yəni F deyəndə burada əslində fandır. Fan 5-ə almış oldum. Fan 5-ə baxın, buradan 120 aldım. Bu da nəyə mənimsədilib, nəyə aid edilir? Elə, eli də deyir çap elə, yəni 120-ni də burada çap etmiş olacaq.
Bu eyni misaldır. Bir dənə baxım görüm. Yox, burada eyni misal deyil. Burada A-nı qaytarır bizə. A-nın qiymətini istəyir. Burada S istəyirdi. Burada A-nı istəyir. A-nın axırıncı ala biləcəyi burada qiymət. Yəni burada return A deyir. Bu misalda isə S deyirdi. S-də yəni bu əməliyyatları yerinə yetirirdi. Hamısında axırda 120-ni çap edirdi. Burada isə eləcə A-nı qaytar deyir. Yəni S-i hesablayır. Hesablamağına axıra kimi gedir 120-ni. Amma elə bizə qaytar deyir A-nı. A-nın qiymətini də M-ə mənimsədirik. Baxın burada da A deyir bizə. Ona görə də elə fan M-in yerinə baxın burada fan 5 yazırıq. Bu 5-i də qaldırırıq bura. Fan 5 olur. Yəni A-nın yerinə 5-i yazırıq. 5 kiçikdir 3-dən. Yox deyirik, else gəlirik. Yəni bu işi görür, qutarır. Amma S-i deyil də A-nın qiymətini çap edir. A-nın da qiyməti elə 5 olur. Yəni 5-i çıxartmış olur. Deməli, növbəti misal izahlarına baxaq. Növbəti misal izahlarına baxaq, davam edək. Deməli, burada biz nə görürük? Kənarda F, KD görürük. KD-də deməli, KD-də K-nın qiymətini bizə 2 verib. D-nin qiyməti isə 4-dür. Deməli, biz F2-4-ü hesablaya bilmək üçün, axırda da bizdən T-ni çap elə deyir. 2-4-ü hesablaya bilmək üçün gətiririk bu faktiki parametri formal parametrlə əvəz etməyə. Yazırıq F2-4. Yazdıq, bərabərdir. Gəldik, burada görək nə ilə rastlaşırıq. Burada S bərabərdir A plus B veribdir. 2-nin üstünə 4 gəlirik. Bizə verir 6-nı. Düşürük aşağıda, şərt verib bizə. Əgər deyir A B-dən böyükdürsə, yəni 2 4-dən böyükdürsə, onda S-in A-ya tam bölünməsini tap. Baxırıq 2 4-dən böyük deyil, şərt ödənmədi. Ona görə düşürük S qoluna. Gəlirik burada nə edirik? S bərabərdir, S vuraq B deyir. S vuraq B. Burada S-imizi bizə 6 aldıq da. Burada 6-nı yəqin ki, B-imiz neçədir? 4-dür. 4-ə vurarıq. 6 vuraq 4 bizə qaytardı 24-dür. 24-dü bizə qaytardı. Sonra nə görürük? Bu kənarda S bərabərdir, S plus 5 görürük. Yəni kənardadır, if-lə elsin altındadır. Sərbəst hədd deyirik buna, sərbəst dəyişənlər deyirdik. Baxırdıq bunlara. Deməli, S bərabərdir. S-in axırıncı qiyməti aldığımız axırıncı qiyməti oldu 24. Üstünə də 5-i gəldik, bizə qaytardı 29-u. Və biz burada returnlə rastlaşdıq. Return S elədik. S də bizə qaytardı 29. Və biz bu 29-u nəyə aldıq? F2-4-ə aldıq da 29-u. F2-4-ə 29 aldıq. Və bu 2-4 haradaydı? Buradaydı. Və deməli bu 29-u nəyə tapdıq? T-yə tapdıq. Print də T-ni deyir çap elə. Bu da bizə deməli 29-u qaytarmış oldu. Baxaq növbəti misala. Baxaq burada 4 dənə misal verib. 4 dənə deməli dəyişən verilibdir. X, Y, C, S dəyişəni 4 dənə deməli formal parametr var. Burada 4 dənə də bizim faktiki parametrimiz var. G17, 10, 34-ü gətirib burada yerinə qoyuruq. G17, 10, 3, 4, 34 deyil, 3, 4-ü qoyduq. İndi baxırıq. Bu X-dir, bu Y-dir, bu C-dir, bu da S-dir. Deyir ki, X böyükdürmü Y-dən? Yəni 17 ondan böyükdürmü? 17 ondan böyükdürmü? Bir də and görürük arasında. Y kiçikdirmi S-dən? Y 10-dur. 10 kiçikdirmi? S hansıdır? 4-dür. 10 kiçikdirmi 4-dən? Xeyr, bax burada bu şərti ödədi. Buna